Bəşər evladı yarandığı gündən, xəlq olduğu gündən Allahın nemətlərinin, Allahın ruzilərinin içində qərq olub və onun nemətlərindən, Allahın ruzilərindən istifadə edir və istifadə etməkdədir. İnsan öz həyatına baxsa, hər gün 20 neçə min dəfə nəfəs aldığı bu görsənməyən, hiss olunmayan oksigendən havadan tutmuş, iysiz, rəngsiz sudan tutmuş, bütün böyük nemətlərə qədər hər nəyi varsa hamısı Allahın ona bəxş etdiyi nemətləri və ruziləridir ki, insan çox vaxtı istifadə edir və diqqət də eləmir və çəbəsə şükür eləmək də yadına düşmür. Amma həqiqətdə hər an, hər ləhzə insan Allahın nemətlərinin içində, onun ruzilərinin içində qərq olub onlardan istifadə eləməkdədir. Və bəzən olur ki, görürsən, bir şey adamın əlindən gedəndə insan qədrin bilir. Bilir ki, məsələn, bu var imiş bu günə qədər. Yoxsa eyni o suda olan balıq kimi ki, necə suyu hiss eləmir, quruya çıxanda bilir ki, suyun içindəymiş və su necə böyük nemət imiş onun həyatında. İnsan da adətən belənçiyinədir. Məsələn, fərz eləyək ki, insanın nəfəs borusunda bir problem yaransın və insan bir yarım dəqiqə nəfəs ala bilməsin. Onda insan dərk edir ki, bu necə nəfəs almaq böyük nemətmiş və ya Allah bütün xəstələrə şifa versin. Bəziləri görsən olur ki, asma xəstəliyidir və nəfəsində problem var. Onlar dərk edir ki, adi bu nəfəs almaq böyük nemətmiş. Və ilaxır və ilaxır. Yəni insan öz içərisindən, öz daxilindən, cismindən tutmuş, ətrafına, ailəsinə, uşaqlarına, var dövlətinə, ev eşiyinə, dostuna, hər nəyinə baxsa, abır həyasına, ibadətinə, hər bir şey Allahın nemətidir və onun ruzisidir ki, insanlardan istifadə edir. Hətta, əlhəmdülillah, Allah bizləri namaz qılmağa ruzi eləyibdir bizlərə. İnşallah, axıra qədər Həzrəti İbrahim ələ-nəbiyyinə və aleyhissalamın sözlərindəndir ki, Allah'a məni və mənim evladlarımı namaz qılanlardan eləginən. Allah-u Teala inşallah bu duanı bizim haqqımızda da qəbul eləsin inşallah. İnsan namaz qılandan sonra bir şükür səcdəsi eləyir. Gedir Allah'a şükür eləyir. Nəyə görə? Mənası budur da, bu ruzidir Allah-u Teala verib bizə. Şükür eləyir ki, Pərverdigara bizə mərhəmət elədin ki, biz sənə namaz qıla bildik. Və bütün nemətlər belədir ki, insan Allahın ruzilərinin içində qərq olub və onlardan istifadə eləməkdədir. Allah-u Teala inşallah o ruzilərin bizlərdən almasın və bizləri o ruzilərinə və nemətlərinə şakir, şükür eləyənlərdən qərar versin inşallah. Peyğəmbər alı Peyğəmbərə salavat zikr eləyək. Bu günləri mən bir neçə kəlmə Allahın maddi ruziləri barəsində söhbət eləmək istirdim. Və o amillər, səbəblər ki, bais olar insan ruziləri özünə tərəf cəzb eləyə bilsin. Və o şeylər ki, bais olar insan, ruzilər insandan uzaqlaşsın. O nemətləri Allah-u Teala insandan kəssin. Bunlar barəsində bir neçə kəlmə danışmaq istəyir. Biz düzdür Allahın nemətlərinin içində yaşayırıq və Allah-u Teala hər bir şeyi bizə sevərək əta eləyibdir. Amma bizlər də məlum məsələdir ki, çalışırıq və Allahın verdiyi güc qüvvə ilə iş dalınca gedirik, işləyirik və ilaxır və ilaxır. Yəni öz ruzimizi qazanmaqda
zəhmət çəkirik. Amma əvvəllər də burada demişik, insanın hər bir şey ki bu dünyada var, neçə cürə səbəbləri var. Həm maddi səbəbləri var və həm mənəvi səbəbləri var. Çox vaxtı biz maddi səbəbləri özümüz görürük, böyüklər bizə deyir, təcrübə ilə ələ gətirə bilirik. Bilirik ki, məsələn, filan işi görməyə nə etmək lazımdır? Hardan başlayıb, harda qurtarmaq lazımdır? Yəni, maddi səbəbləri adətən biz dərk eləyə bilirik. Amma mənəvi səbəblər adətən bizim ağlımızdan kənardır. Din, Qur'an, hədislər ki, Əimmə əleyhissalamdan, Həzrəti Peyğəmbər salavatıllahdan gəlib bizə çatıbdır. Bu səbəbləri bunlar bizə başa salır. Ki, hansı səbəblər bahis olar, məsələn, ruzi insana tərəf gəlsin, hansı səbəblər bahis olar, Allahın ruziləri insandan uzaqlaşsın. Hop, dünyada həm maddi səbəblər var və həm mənəvi səbəblər var. Məsələn, bir nəfər fərz eləyək sürücüdür, taksi şoförüdür. Bu bilir ki, işləmək üçün bu sürücülüyə əvvəl öyrənməlidir, sürücülük vəsiqəsi, prava almalıdır, nə bilim, hara yazılmalıdır, maşın olmalıdır, gündə məsələn bir 10 saat işləməlidir ki, o gündəlik ruzisin ələ gətirə bilsin. Amma bunun kənarında insan mənəvi səbəbləri də bilə, dərk eləyə və onların dalınca gedə bilə. Ruzi dedik ki, İslam məarifində həm maddi ruzilərimiz var və həm mənəvi ruzilərimiz var ki, biz bu günləri maddi ruzi barəsində istəyirik bir neçə kəlmə danışaq ki, əksərən cəmaatın dəğdəğəsi buradadır. Mənəviyyat cəbəsə ki, yadımıza da düşmür heç. Ki, o mənəvi ruziləri əksər insanlar əlbəttə belədir ki, necə əldə eləsinlər. Məsələn, mənəvi ruzi barəsində bizim çoxlu həm ayələrimiz var, həm, qardaş, düzdür. Həm dualarımız var ki, duaların birində var ki, Allahdan istəyirik, Allahümmə rzuqnəl imanə vəl-yəqin, Pərverdigara bizə iman, Pərverdigara bizə yəqin ruzi eləginən. Yəni, insanın imanlı olması Allah tərəfindən olan bir ruzidir. İnsanın yəqinə çatması Allah-Teala'nın varlığında, qiyamətin varlığında, şəriətin varlığında, hesab kitab günündə yəqinə çatması bir ruzidir Allah tərəfindən. Duada istəyir Allahümmə rzuqna, Pərverdigara bizə ruzi elə ki, biz imanlı olaq və yəqinə çataq. Amma bunun kənarında bəzi hədislər də var, xası gəlibdir, maddi ruzilər üçün ki, bizlərə maddi ruziləri başa salsın və insana öyrətsin ki, insan necə eləyə bilər öz maddi ruzilərin çoxaltsın. Maddi ruziləri ələ gətirməyin maddi səbəbləri çoxdur. İnsan yəni hər işdə, hər peşədə çoxlu səbəblər saya bilər. Məsələn, insan gərək çalışsın, diqqət eləsin ki, hansı işi görür, nə işə başlayır, hansı iş, məsələn, gəlirli işdir, hansı iş zərər verən işdir. Hesab kitabında düz olsun, cəmaatla yaxşı rəftar eləsin. Bunları adətən yəni bizlər başa düşürük də. Məsələn, dükanlarda deyirlər ki, həmişə haqq müştəri iləndir. Bilir ki, bu əgər cəmaatla pis rəftar eləsə da müştəri getdi ta gələndir. Hesab kitab eləsin, özün bir hesab kitaba çəksin. İnsan bunu bilir, dərk eləyə bilir ki, insan məsələn hər ayda bir dəfə, nə bilim 3 ayda bir dəfə özün gəlib hesab kitab eləsin, görsün ki, nə qədər almışam, nə qədər satmışam, nə qədər xeyir eləmişəm, nə qədər zərər eləmişəm. Amma bunun kənarında mənəvi səbəblər də var ki, insana o ruziləri cəzb eləyə bilər və cəlb eləyə bilər. Mənəvi ruzilərdən biri bu əvvəldə oxuduğumuz hədisdə sədəqədir. İnsan sədəqə verməyi bacarar.
ki, çox təkid olunubdur bizim dinimizdə sədəqə. Əlbəttə, sədəqənin mənası hər maddi bir şey ki, insan onun qarşılığında heç bir şey gözləməyib, Allaha xatir onu eləsə, sədəqə sayılır. Yəni, sədəqə hökmən bu mənaya deyir ki, insan elə cibində olan o xırda pulu, məsələn, gedib o sədəqə qutusuna ata. Bu da yaxşı deyə sədəqədir. Amma sədəqə tək budur. İnsan hər bir işi ki, qarşılığında tərəfdən bir şey gözləmir və o işi Allaha xatir edir. İnsan, məsələn, ola bilər, adi bir təbəssümü ilə birinə sədəqə eləmiş olsun. Təbəssüm eləsin birinə, bir yaxşı sözü ilə sədəqə eləmiş olsun. Birinə, məsələn, bir xırda bir kömək elədi, bir qocanı, məsələn, yer verdi oturmağına, kiməsə kömək elədi, yolu bu tərəfdən o tərəfə keçməyə və yaxud bir çətinliyi var, maddi çətinliyi var, onun maddi çətinliyini həll elədi və ya həll eləməyə çalışdı. Hətta bizim hədislərdə var, insan həll də eləyə bilməsə, heç olmasa çalışsın bir nəfərin, möminlərin çətinliyini həll eləməyə. Məsələn, deyir ki, mənim pula ehtiyacım var. Mənim pulum yoxdur sənə verməyə, amma məsələn, zamin durum sənsin. Və yaxud gedək filan yerdə, məsələn, ucuz bir yer tapım sənsin ki, bu problemi həll eləməyə. Əgər bu şeylərə ki, insan çalışır, bunlar hamısı sədəqədir. Amma bu hədisdə məxsusən maddi sədəqələrə təkid olunubdur ki, insan cibindən xərc çəkə. Ki, mübarək hədisdə Həzrət Əmir əleyhissalam buyururdu, İstənzilur rizqə bis sədəqə. Sədəqə verməyin vasitəsi ilə, yəni özünüzdən, cibinizdən bir xərc verməyin vasitəsi ilə ruzini öz tərəfinizə nazil elətdirin. İstəyirsiniz ruzilər siz tərəfə nazil olsun, Allahın ruziləri, sədəqə verin. Sədəqə verməklə nazil elətdirin. İnsanın maddi ruzisi ilə sədəqənin arasında çox sıx bağlılıq var. Eşitmişik bunu, İmam Sadiq əleyhissalamın oğlu İsmail idi, səhv eləmirəmsə adı. Gəldi İmam Sadiq əleyhissalama dedi ki, ağa, çətinliyim var, borca düşmüşəm. Həzrət ondan soruşdu ki, özündə nə qədər pulun var? Dedi, ağa, 40 dinar pulum var. Dedi, ged ondan sədəqə ver. Dedi, ağa, mən sənə deyirəm, mənim borcum var, çətinliyim var, sən deyirsən, sədəqə ver. Həzrət mübarək bir hədis buyurdu orada ki, likulli şeyin miftahan və miftahur rizqi əs-sədəqə. Hər bir şeyin açarı var və ruzinin açarı sədəqədir. Ki, yazırlar ki, o puldan ki, sədəqə vermişdi, bir neçə gündən sonra 40.000 dinar onun əlinə pul gəldi. Allah-u Teala'nın o mənəvi illət və səbəblərindəndir ki, adətən insan bunu dərk eləyə bilmir. Din bunu başa salır. Deyir ki, istəyirsən çoxalsın, istəyirsən ruzin çoxalsın, sən də Allahın sənə verdiklərindən sədəqə verməyi, başqalarına əta eləməyi bacar. Ki, misalı, nümunəsi çoxdur bu cəmiyyətdə. İstəmirik xırdalıqlarına işarə eləyək ki, təəssüflər olsun, əksərən, deyirəm, müminlər görürsən, hətta gücü çatdığı işlərdə bir-birlərinə narahat olurlar, qısırlar, vermək istəmirlər və yaxud kömək eləmək istəmirlər. Dedik, sədəqə hökmən budur ki, insan hökmən pul versin. Hər nə ilə gücü çatır. Ki, bəzən görsən adam deyir ki, mənə aiddir, niyə başımı bəlaya salın, problemə salın, çətinliyə salın. İkinci deyir, yox, deyir, istəyirsən Allah sən üçün çoxalsın, sən də başqalarına kömək eləməyi, əl tutmağı bacar ginən. Ayrı bir Həzrət Əmir əleyhissalamın hikmətli kəlamlarından biri budur. İza əmləktum fətacirullaha bis sədəqə. Həzrət buyurur, hər vaxt çətinlik,
fağırlıq, fəqirlik və ehtiyac sizə üz gətirdi, gördünüz ki, çətinliyə düşübsüz, ehtiyaca düşübsüz, fəqir olubsuz, Allahla ticarət eləyin sədəqənin vasitəsilə. Allahla sədəqə ilə ticarət elə. Yəni, yanında hər nə varsa ondan ver, Allaha xatir. Allah da sənin müşkülləri, sən başqasına əl tut, Allah da sənin əlindən tutsun. Bu mənəvi səbəblərdəndir. Və Allah-u Teala sədəqə verənlərə Qur'an-ı Kərimdə ayələrdən biridir ki, sədəqə verənlərə bərəkət verər. Onların bərəkətini çoxaldar. Ki, mübarək ayədə Allah-u Teala buyurur: "Yemhaqullahu riba və yurba es-sadaqat." Allah-u Teala riba, sələmi nabud eləyər, yəni ona bərəkət verməz. Sələmçilikdə bərəkət yoxdur, amma Allah-u Teala sədəqəni çoxaldar. Bir nəfər ki, sədəqə verdi, onun üçün onun malı, mülkü, ruzisi çoxalar. Ki, insan bu mənəvi dəyərləri bilib gərək əməl eləyə. Mənəvi səbəblərdən biri o cürə ki, bizim çoxlu hədislərimizdə gəlibdir ki, insana bais olar ki, Allahın ruzilərin insana tərəf cəzb eləsin, gecə namazıdır, namazı şəb. Ki, əlhəmdülillah, qardaşlar qılırlar, inşallah bizlər də dua eləyərlər o namazlarında. 11 rükətdir, üst-üstə məsələn bir 10-15 dəqiqə vaxt aparır. Amma müdavimət eləmək bais olar ki, Allahın ruziləri insana tərəf. Məxsusən maddi ruzisi, mənəvi ruzisi də çoxalar insanın. Yəni, insanın mənəvi ruziləri dediyi imanıdır, yəqinidir, bəsirətidir. Bunlar insanın mənəvi ruziləridir. Amma maddi ruzisi də tək puldur. İnsanın yaxşı evladı insanın ruzisidir. İnsanın yaxşı ailəsi onun ruzisidir. Gözəl mümin dostları, qardaşları onun ruzisidir. Bunlar hamısı Allahın ruziləri də bizə əta edibdir. İnsanın abır, həyası onun ruzisidir. Gecə namazı insanın ruzisini çoxaldan amillərdəndir. Sübh namazından, fəcirdən gün çıxana qədər oyaq qalmaq, o vaxtı duaya, münacatla məşğul olmaq. Çox təkid olunubdur ki, insan o vaxtları münacat eləsin, yatmasın. Allahın ruzilərinin hədislərdə var ki, paylanan vaxtıdır. Ruzini insana tərəf gətirən məsələlərdəndir. Silə-i rəhim, qohum əqraba ilə irtibatı, əlaqəni saxlamaq, sıxlaşdırmaq, onlarla maraqlanmaq, silə-i rəhim eləmək, ruzini çoxaldandır insansın. Mübarək hədisdə var ki, silətul ərham, tuzakkəl ə'mal və tunmil əmval. Silə-i rəhim eləmək, qohumları axtarmaq, onlarla maraqlanmaq, onlara kömək eləmək insanın əməllərini paklaşdırar, təmizləyər, insanın əməllərini pak edər və insanın malın çoxaldar, numov verər. İnsanın malın çoxaldan işlərdən biri insanın silə-i rəhmidir. İnsan qohumları ilə, bacı qardaşları ilə əlaqəsi ola, yaxınları ilə irtibatda ola. Ayrı bir rəvayətdə var ki, bəzi insanlar var, Allaha ibadət də eləmirlər. Amma silə-i rəhimləri möhkəmdir, qohumluq əlaqələri yaxşıdır. Allah onların ruzisini çoxaldar, var dövlətin, malın, mülkün çoxaldar. Amma bəziləri var, namaz da qılır, oruç da tutur, amma bir-birləri ilə düşməndirlər. Qohumları ilə əlaqələri yoxdur, Allah onların ruzisini azaldar. Bu dediklərimizin əksi hamısı o amillərdəndir ki, ruzini insandan uzaqlaşdırar. İnsandan ruzini uzaqlaşdıran, insanın ruzisini azaldan maddi və mənəvi səbəblər də var. Ki, maddi səbəbləri dediyi insan bilir, məsələn, tənbəllik. İnsan iş görməyə tənbəllik eləyə, bugünün işini sabaha saxlaya. Məlum məsələdir ki, bu şeylər və yaxud insanın bədəxlaq olması, cəmaatla
pis rəftarı, acı dilli olması, pis niyyətli olması, bunlar vais olar ki, insanın ruzisi adamdan uzaqlaşsın. İnsanın həsədli, paxıl olması, birinin yaxşılığını görəndə narahat olması, insanın öz ruzisinə, həsədli adamın ondan çox zərəri insanın özünədir, insanın öz ruzisini kəsir. Onun günün, güzaranın pisləşdirir. Və mənəvi səbəbləri də var ki, insanın ruzisini uzaqlaşdırar insandan. Ki, onlardan biri insanın günahlarıdır. Ki, insan günah əhli ola, müxtəlif günahlar eləyə. Ki, Hacı Abzar qardaşımız da Allah razı olsun əhkamda dedi. Çarəsi nədir? İnsan səy eləyə, çalışa, günah eləməyə və ya Allah uzaq eləsin, indi insan caizul xətadır da, görsən əlindən xəta çıxır. Günah elədi, tez, qardaş da dedi, vacibdir ki, istiğfar eləyə, tövbə eləyə, Allaha tərəf qayda. Əvvəl günah eləməyə, Allahın şəriətin, vaciblərin, haramların adam bilə. Hamiyə vacibdir Allahın şəriətini riayət eləmək. Həm qadınlara, həm kişilərə, hər kəs ki mükəlləfdir, boynunda təklif var, ağlı kəsir, həddi buluğa çatıb. Baliqdir, gərək Allahın şəriətini riayət elə. Namazın, orucun, xümsün, zəkatın, həccin, hicabın, hər bir şeyin, bütün vacibat ki var və haramlardan da gərək uzaq ola. Amma əgər birdən bir arada xəta elədi, insan gərək tez istiğfar eləməyi bacara. Mübarək hədisdə var, İza əbtəətil ərzaqı aleykə, o zaman ki gördün ki ruzi sənə çətinləşdi, ruzi qapıları sənin üçün bağlanıbdır, fəstəğfirullah, Allaha istiğfar elə. Allaha istiğfar elə ki, ruzi qapıları açılsın. Yuvassi aleykə fiyha. Allah o qapını sənsin asanlaşdırar, ruzini sənsin çoxaldar. İstiğfar eləməklə. Quran-ı Kərimdə ayə də var da, şərhində deyirlər, 4 nəfər gəldi Həzrətin yanına, biri dedi, ruzum azdır, biri dedi, yağış yağmır, biri dedi, uşağım olmur ki, Quranda ayəsi var ki, insan istiğfar eləsə, bütün bu nemətlər, Allahın nemətləri insanın üzünə açılar. Ki, istihbabı var insan hər gün, heç olmasa bir 70 dəfə istiğfar eləyə, dili ilə və qəlbi ilə, əstəğfirullaha Rəbbi və ətubu ilə. Günahlar ruzi qapılarının insanın üzünə bağlayandır. Bunları ki, dediyi əzizlər, bunlar maddi ruzi barəsində idi. Ki, insan məlum məsələdir, çalışa ki, gərək bu ruziləri qazana, bir növ insana vacibdir insan ruzisin ələ gətirməyə çalışa. Amma Hz. Əmir əleyhissalamın Nəhcül Bəlağada bir xütbəsi var idi, axırda istirdim, ona da bir xırda işarə eləyəm ki, Həzrət çox gözəl nöqtələrə o xütbənin axırında əlbəttə bir hissəsidir. İstəyirəm, biz deyək, sizlər də qulaq asasız, Peyğəmbər Ali Peyğəmbərə bir salavat zikr eləyək. Həzrət xütbənin əvvəlində çoxlu gözəl nəsihətlərə işarə eləyir. Təqribən axırlarındadır ki, Həzrət buyurur ki, Qəd təkəffələ ləkum bir rizq. Allah-u Teala sizin ruzivizə insanlar zamin olubdur. Allah-u Teala insanların ruzisinə kəfildir, öhdədardır. Tək insanların yox, bütün yaratdıqlarını Allah-u Teala ruzisini verir də öhdəsinə götürübdür onların ruzisini. Əlbəttə qeyd eləmək lazımdır. Allah-u Teala bizim ehtiyaclarımıza, bizim ruzimizə zamindir, bizim israfımıza, bizim o öz əməllərimizlə özümüz üçün yaratdığımız ta müşkülata, çətinliklərə zamindir. Allah-u Teala bizim ruzimizi əgər bir balaca hərəkət eləsək, bir balaca o göstərdiyi kimi şəri qayda qanunlarla qabağa geçsək, iş görsək, ruzimizi çatdırar.
Amma insan məsələn fərz edilsin ki, elə Allah zamindir, gedə bir 10 dənə kredit götürə. Özün 100 dənə yerdən borc götürə, özün çətinliyə sala. Və ya uzun arzular eləyə. Oradan buradan elə hər nə istəyir ki, məsələn bir dənə evi var, istəyir ki, bir 10 dənə evi olsun. Nə bilim, evi bir mərtəbədə istəyir, bir 5 mərtəbə olsun və ilaxır, ta insanın o israfına, ziyadə rəvisinə Allah zamindir. Amma ruzisinə Allah-u Teala zamin. İnsan elə bir balaca hərəkət eləsə Allah-u Teala bu Həzrətin sözüdür. Həzrət buyurur ki, qad təkəffələ ləkum bir rizq. Allah-u Teala sizin ruzivizə ey insanlar, öhdədardır, narahat olmayın. O buyurduğu kimi yaşayın, sizin ruzivizə o getirəcək. Və umirtum bil əməl. Amma siz əmr olunubsuz bəzi əməllərə. Allah-u Teala elə sizi öz başına buraxmayıb ki. Sizə şəriət göndəribdir. Bir nə qədər əməllər var ki, siz onlara əmr olunubsuz. Vacibatınız var sizin. Namazınız var, orucunuz var, hicabınız var, əmr-i məruf, nəhyəz münkər, xums, zəkat və ilaxır və ilaxır. Allah-u Teala bizi bir sıra əməllərə əmr eləyibdir, bizə vacib buyurubdur. فَلَا يَكُونَنَّ الْمَذْمُونُ لَكُمْ تَلَبُهُ أَوْلَى بِكُمْ مِنَ الْمَفْرُوضِ عَلَيْكُمْ عَمَلُهُ. Deyir, ta siz belə olmayın ey insanlar. O şey ki Allah-u Teala ona zamin durubdur, sizə zamin olduğu şey siz için vacib olsun. Amma sizə vacib buyurduğu şeylər sizin yadınızdan çıxsın. Beləncəyini olmayın. Allah-u Teala ki sizin ruzivizə zamindir. İnsan belə olma ki o Allahın zəmanət olduğu şeyi özünə vacib bil. Gecə gündüz fikrin zikrin pul olsun, işləmək olsun, pul qazanmaq olsun. Amma Allahın vacib buyurduqları sənin yadından çıxsın o vacibatlar ki Allah səndən onlardan sorğu-sual eləyəcək. Onlar sənin yadından çıxsın. Belə olmayın. Ma'annahu Allah laqad i'tarada şakku və dəxiləl yəqin hatta kəənnəl-ləzi zumina lakum qad furiza aleykum və kəənnəl-ləzi qad furiza aleykum qad vuzi'a ankum. Deyir, amma and ola Allaha, şək və yəqin bu dünyada elə qarışıb bir-birinə, bu dünya elə çalxalanıb qarışıb bir-birinə ki, inqar belə olubdur ki, insanlar arasında o zamin olunan vacibə çevrilib, amma Allahın vacib elədikləri insanların arasından qaldırılıb və yaddan çıxıbdır. Bu günləri biz dünyada görürük, hər kəs, əksər insanlar hər nə çalışırlar, eləsinlər bu dünyada, tüğyan eləsinlər, zülm eləsinlər, əssinlər, boğsunlar, günah eləsinlər, ta ki maddiyyata və dünyaya çatsınlar. Amma nə qədər dünyada adam var ki, Allahın vacib buyurduqların yadındadır. Gecə yatanda da məsələn fikirləşir ki, sabah neyniyim ki, məsələn pul gətirməli. Amma məsələn fikirləşir ki, bir nə qədər fürsət var, istiğfar eləyim, tövbə eləyim, bir ibadət eləyim, bir kiməsə kömək eləyim, bir əl tutum. Zülmdən, zalimdən uzaq olun, məzluma kömək eləyim, əl tutum, yanında olun. Və ardında Həzrət buyurur ki, فَبَادِرُ الْعَمَلِ وَخَافُوا بَغْتَةَ الْأَجَلِ. Ey insanlar, tələsin əməl eləməyə. Ey insanlar, tələsin yaxşı əməllər, əməli salih eləməyə və xafu bəxtətəl əcəl və qorxun o ölümün qəflətindən, qafilliyindən ki, bir anda gəlib insanı tutur. O vaxtsız gələn, xəbərsiz gələn ölümdən qorxun insanlar. Və ardında buyurur ki, Həzrət ərəbisini oxumayacağım, vaxtımız keçir elə bilirəm. Həzrət buyurur ki, çünki
o ruzilər ki, sən Allah ona zamin durubdu, ola bilər kəmbudluq olub, bu günləri sənin əlivə gəlməyibdi. Sabahları o cobran ola bilər və sənin əlivə gələ bilər. Bu günləri məsələn 5 manat qazanmayıbsan, 3 manat qazanıbsan. Sabah eləyə bilərsən o qazanmadığın 2 manatı da qazana biləsən. Amma ömür sərmayəsi ki, insan sənin əlindən gedib, ta onu heç vaxt dala qaytara bilməzsən. Yaxşı əməl eləməyə tələsin və qorxun ölümdən. Əsl sərmayəviz ömürdür. Əldən getdi. O ki, dünən və buyurur, bugün və dünən ələ gətirmədiyin ruziləri sabah ələ gətirə bilərsən. Amma dünən fota verdiyin, əldən gedən o ömrüvü ta ələ gətirə bilməzsən. Dünəndən naümid olun. O ki, keçdi da keçdi. Ta o heç vaxt qayıtmaz. Ondan insan gərək ümidin kəssin. Və çə basa ki, elədikləri günahlara istiğfar eləsin. Və gələcəyə, bugünə və sabahımıza ümidiniz olsun. Keçmişdən naümid, amma gələcəyə insan xofu rəcabıdır. Ümidiniz olsun. Həzrətin buyurduqlarındandır. Ki, insan əgər Həzrətin buyurduğu kimi yaşasa, inşallah həm dünyada xoşbəxt və səadətə çatar və həm axirətdə peşman olmaz inşallah. Allaha anda veririk izzət-i cəlalına xatir, Allaha anda veririk bu əziz günlərin hörmətinə xatir, hamımızı qəflət yuxusundan oyatsın inşallah. Bizləri əməl-i salih bəndələrindən qərar versin inşallah. Bizləri günahlardan pak edib, günahdan, şeytanın vəsvəsələrindən uzaq eləsin inşallah. Pərverdigara, səni anda veririk. Əhl-i Beyt əleyhimussalamın sənin yanında olan hörmətinə Pərverdigara, bu məclisdə olan bütün əzizlər, hər kəsindən maddi, mənəvi müşkülatı varsa Pərverdigara, tezlikcən həll eyləginən. Pərverdigara, evladı olmayanlara öz xəzinəndən salim və salih evladlar əta eyləginən. Pərverdigara, bütün möminlərin xəstələrinə, bu cəmin xəstələrinə, nəzərdə olan xəstələrə tezlikcən şəfa verginən. Pərverdigara, yer üzündə nə qədər zülümlər olur, ilahi Pərverdigara, bizlərə həmişə məzlum tərəfdarı qərar verginən. Pərverdigara, imam zamanımızın zuhuru ilə yer üzündən zülmü rişəkən eyləginən. Pərverdigara, ağanın zuhuru ilə yer üzündə ədaləti bərqərar eyləginən. Pərverdigara, heç bir vaxt, heç bir zaman müminləri zalimlara möhtac eləməginən. Pərverdigara, imam-ı zamanımızın duasın bizim halımıza şamil eləginən. Pərverdigara, hər kəsin qəlbində arzusu, istəyi var, hər kəsin özü ilə sənin arandadır. Pərverdigara, tezlikcən bu məclislərin hörmətinə bəravurda və xeyr eləginən. Pərverdigara, dünyadan gedənlərimizi, şəhidləri, alimlər, müştehidlər, müəllim ustadlarımız ki, dünyadan gedib, İlahi və Rəbbim, qəriqi rəhmət eyləginən. bin nebiyyi ve aleyh ve bihakkı suretil mübareketil Fatihati ma'as salavat.